Əzələ və diabet riski. Yeni araşdırma göstərib ki, əzələ sağlamlığı ikinci tip diabetin yaranma riskində mühüm rol oynayır. Amerika Birləşmiş Ştatlarının Pennington Biotibbi Tədqiqat Mərkəzinin alimləri müəyyən ediblər ki, əzələ kütləsi və əzələlərin funksiyası zəiflədikcə orqanizmin insulinə həssaslığı azalır. Bu isə qanda şəkərin yüksəlməsi və diabet riskinin artması ilə əlaqələndirilir. Tədqiqat müəllifləri bildirirlər ki, yalnız bədən çəkisi deyil, əzələlərin vəziyyəti də metabolik sağlamlığın əsas göstəricilərindən biridir. Mütəxəssislərin fikrincə sağlam əzələlər qanda qlükozanın daha səmərəli istifadə olunmasına kömək eləyir və diabetdən qoruyucu təsir göstərir. Əzələ sağlamlığını qorumaq üçün müntəzəm güc məşqləri etmək, kifayət qədər zülal qəbul etmək, aktiv həyat tərzi sürmək və uzun müddət hərəkətsiz qalmamaq tövsiyə olunur.